Herkese salam dostlar, sizinlə mənəm Zırpaket 2026. Bu günləri mən bütün aldığım Zırpaketlər part 2 videosunu çəkəcəm. Kanala abunə olarsınız inşallah və bu videoya like qoymağınızı unutmayın, zəhmət olmasa. Və biz başlayaq. İndi başlayaq balaca bir Zırpaketlərdən. Bayaqki videonu kim görübsə, part 1-i kim görübsə, İnşallah bəyənib o videonu. Orada da göstərmişdim bu Zırpaketləri. Kim görməyibsə indi onlar üçün göstərirəm. Bu Zırpaketlər 60 ədəd olur içində. Qiymətləri axırda sizinlə paylaşacağam. Sizə də deyəcəm. 2 ədəd paçka almışam. Yeni il yaxınlaşır, amma ki çox da hələ gecdir yeni ilə görə. Ona görə də 2 dənə paçka almışam. İçində belə bir Zırpaket olur, onun içində olur. Və indi isə balacadan böyüyə başlayaq, həmişəki kimi. Belə bir balaca Zırpaketlər var. Zırpaket bilmirəm, demək olar mı buna, yoxsa yox. Konfet kimi demək olar, konfet Zırpaketi. Bunu mən 50 qəpiyə almışam. 50 qəpiyə. Kommentlərinizi yazmağı və suallarınızı yazmağı unutmayın. Bundan mən 5 ədəd almışam. 5 ədəd gördüyünüz kimi 5 dənə belə bir Zırpaket balaca. Sonra uşaqlar davayçı, indi sizə belə bir Zırpaket göstərim. Titan 2 mənə görə mənim çox xoşuma gələn bir Zırpaketdir. Keçən ildən kim məni izləyirsə, onlar da bilir Zırpaket 2025-də aldığım Titan Azərbaycanda ən çox aldığım mən idim. Titan 2 də belə. Sonra gəlin, balaca da olmasa da gəlin belə bir Zırpaketlər göstərim sizə. Gəlin belə qoyaq. Explosive P20 belə bir Zırpaketdir. Bundan mən 6 dənə almışam, Maxis firması. 6 ədəd çox da geçən bir partlayan Zırpaketlərdən biridir bu. Sonra uşaqlar, gəlin sizə Zengadan göstərim. Ən sevdiyim bir Zırpaketlərdən biridir Zenga. P23-də birinci yerdir, Zenga ikinci yerdir. Baxın, belə bir Zengalardır. Qiymətlərini indi sizinlə bölüşəcəm. Belə bir Zengalardır. Zengaları da belə qoyaq. Belə qoyduq. Qəşəng. İnşallah ki siz kanala abunə olarsınız. Bu Zırpaket 2026-cı kanalın part 2 video aldığım bütün Zırpaketlər deyil, amma part 2'dir bu. Gələcəkdəki videolara inşallah baxarsınız. Gələcəkdə bundan çox Zırpaket inşallah olacaq. Kommentlərinizi unutmayın yazmağa. İndi isə qiymətləri deyim sizə. Qiymətləri. Bunu dediyim kimi 50 qəpiyə almışam. Ədədini konfet Zırpaket top demək olar buna. Sonra gəlin Zenga'ya keçək. Zenga'nı isə 1 manat 50 qəpiyə hərəsini almışam. Paçkanı 1 manat 20 qəpiyə almışam. 60 dənəli olan içində göstərdiyim kimi balaca Zırpaketlərdir. Çox da möhkəm bir səsi yoxdur onun. Ona görə adamlara da zərər vermir. Amma bunlar adamlara zərər verə bilər. Ona görə də çox asta istifadə etmək mümkündür inşallah ki. Sonra Zenga'nın qiyməti 1 manat 50 qəpi dedim bunu və P20-ni 1 manat 50 qəpiyə deyəsən almışam. Ya da 1 manat 50 qəpi, ya da 1 manat idi, ya da 70 qəpi idi. Deyəsən 1 manata idi. Sonra Titan 2 keçən ildən qalmışdı. Keçən ildən bunu 70 qəpiyə almışdım. Part 2 idi bu. Mağazində deyim. Bunları hamısını mən Sədərəydən almışam. Sədərəydən və mağazində indi yadıma gəlmir hansıydı. Ona görə də sizinlə sağollaşıram mən. İnşallah kanala abunə edərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolar baxın.